Bugün bayramdır. Müslümanların en müqəddəs bayramı olan Qurban bayramıdır. Bu təkcə müsəlmanların bayramı deyil. Bu insanlığın bayramıdır. Ne vaxtsa insanlar körpə gül balalarını qurban kəsərək qurbanlıqlarını həyata keçirirlər. Bugün isə ondan biz azadıq. Ona görə bu bayram en müqəddəs bayramdır. Biz ne vaxtsa öz balalarımızın, körpə gül balalarımızın heyvan kimi qurban kəsilməyinə son qoyduğumuz andır. Bu keçmişdə də qeyd olunur. Lap qədim, İslamdan xeyli qədim dövrlərdə qeyd olunmuş bir bayram idi. Amma İslam Peyğəmbərimiz bu bayramı, yəni İslama gətirməklə onu həm biraz da gözəlləşdirdi, müqəddəsləşdirdi və daha önəmli elədi. Bu təkcə insanların bayramıdır. Bu təkcə müsəlmanlara aid deyil. İnsanlar nə vaxtsa öz gül balalarını, körpə əziz balalarını qurban kəsərək öz qurbanlıqlarını həyata keçirdiklərindən bu rəzalətdən bizi xilas elədiyinə görə bu bayramı daimi qeyd etmək lazımdır. Bəziləri fikirləşir ki, bu bayram mütləq qoyun kəsməklə, heyvan kəsməklə qeyd etmək lazımdır, yoxsa bayram düz alınmaz. Xeyr. Bu bayram ilə bayram kimi qeyd etməyin özü də bir bayramdır. Vacib deyil ki, insanlar mütləq qan tökməlidir, heyvan kəsməlidir. Xeyr. Bu bayramı bayram kimi qeyd etmək lazımdır. Kimin imkanı varsa dəvə də kəssin, mal da kəssin, heyvanlar da kəssin, amma bunu borc xərclə bayram qeyd eləyək deyə insanlar bahalı heyvanlar alıb kəsməkdən onu bayram keçirməyin bu özü düzgün deyil. Bu heç İslamda da düzgün deyil. Sadəcə bayram kimi qeyd eləməyin özü ilə bayramdır. Bayramınız mübarək. Bu insanlığın bayramıdır.